Salam əziz məktəbli dostlar və məni izləyən valideynlər. Bugün Zambaq nəşriyyatının 4-cü sinif monitorinq vəsaitindən 4-cü bölmə üzrə monitorinqdə riyaziyyat mövzusunu izah edəcəm. Dəyişənlərin verilmiş qiymətləri üçün ifadənin qiymətini tapın. A 25, B 8 olarsa, o zaman A üstə 3 üstə gəl A mötərizdə bölünsün, mötərizdə B çıx 4. Biz 3-ün üstünə gəlməliyik A-nı, yəni 25. 3-ün üstünə 25 gələndə edir 20, 28. Deməli, B neçədir? 8-dir. 8-dən 4-ü çıxanda neçə eləyir? 4 eləyir. 4 eləyir və biz burada 28-i nəyə böləcəyik? 4-ə böləcəyik. 28-də 4-ə böləndə eləyir 7. Burada nəsə burada yazıldı. Aha. Deməli, baxın burada da mən artıq yazmışam. A-nın yerinə 25-i, B-nin yerinə 8-i qoyanda bir tərəf mötərizdə 28, digərində isə 4 alınır və 28-də 4-ə böləndə eləyir 7. Digər suala baxaq. Deməli, hesablayın. Yenə də burada əgər mötərizə varsa, birinci mötərizənin içini həll edirik. 1407-yə böləndə, baxın, 14-ü 7-yə bölmək olur. 14-ü 7-yə böləndə 2 edir. 2 yazırıq, 0, 2 dənə 0-da əlavə, baxın, burada qalan 2 0-da əlavə edirik, olur 200. Deməli, 1407-yə böləndə olur 200. 15-də 5-ə vuranda edir 75. Deməli, burada 200 oldu. Burada 15'i 5'e vuranda 75. Baxın 5'i 5'e vuranda. İndi 200'dən 75'i çıxanda gəlin baxaq. 0-dan 5'i çıxanda eləyir 5. Yəni 10-dan 5'i çıxanda. Çünki bu 2-dən 1-in əlavə edirik 0-ın üzərinə. Burada olur 10. Buradakı 10-dan da 1-in əlavə edirik bura. Burada olur 10 və onluqları 9 qalır. 10-dan 5'in çıxanda 5. Burada 1'in verdiyimiz üçün 9. 9-dan 7'sini çıxırıq 2. Biz əvvəl 2-dən 1 onluq ayırmışdıq və burada üzr istəyirəm, qalır 125. 234-dən də 125-i çıxırıq. Görün, mən burada yazmışam. Hə, yazmışam elə, baxın. 234-dən də 125 çıxanda qalır 109. 4-dən 5 çıxmaq olmur. 3-dən 1 onluq ayırıq. Burada olur 4. Aha, burada qalır 4. Ay, nə oldu? Mən ciddi belə. A 4. Burada isə qalır 2. 14-dən 5 çıxanda 9. 2-dən 2 çıxırıq 0. 2-dən 1 çıxırıq 1. Eləyir 109. Cavab A variantı. Tənliyi həll edin. Tənliyi həll edək. 6 vur M bərabərdir 4 vur 12. 4 vur 12-ni əvvəlcə tapırıq ki, 12-ni 4-ə vuranda edir 48. Burada bizdə qalır 6 vur M bərabərdir 48. Vuruq, hasil. Məchul vuruğu tapmaq üçün nə edirik? Hasili məlum vuruğa, yəni 6-ya bölürük. 48-də 6-ya böləndə M də bərabər olur 8-ə. Cavab A variantı. Davam eləyək. Aldı 4 kisə şəkər aldı. Aldı 4 kisə şəkər aldı və kassaya 10 manat ödədi. 10 manatlıq, 5 manatlıq və 1 manatlıq ödədi. Aha, 10 manat üstünə gəl 5 manat eləyir 15 manat və 1 manatlıq da ödəyib. Deməli, o kassaya nə qədər ödəyib? 16 manat ödəyib. 16 manat ödəyib və 4 kisə alıb. 4 kisəyə 16 manat veribsə, sizcə 1 kisə neçə manatdır? Bir dənə mövzunun adına baxım. Yəni, mövzunun adına baxacaqdım ki, ona uyğun misalları quraq. Və 16-nı da bölürük neçəyə? 4-ə bölürük. Bərabər olur 4-ə. Deməli, bir torba, bir kisə şəkər tozu 4 manatdır. Uzunluğu 45 cm olan lentdən 6 cm kəsildi. Deməli, 45 cm imiş. 45-dən 6 cm kəsəndə 45-dən çıxırıq 6-nı. Bərabərdir 39.
6 sm kəsildi və qalan lent nə qədər oldu? 39 sm. Qalan lent 3 bərabər hissəyə ayrıldı. Yəni 39 sm-lik olan lenti də 3 hissəyə bölüblər. Qalıb 13. Niyə? Baxın, 3-ü 3-ə böləndə 1, 9-u 3-ə böləndə 3 eləyir. Cavab D variantı. Cəmi hasil şəklində yazaraq tənliyi həll edin. Aha, əslində bu da asandır, amma yəni əlavə olaraq kənarda qeyd eləmişəm ki, daha rahat olsun. Cəmi hasil şəklində yazın. 2, yəni A üstəgəl A bizə nəyi verir? 2 vuraq A-nı verir. Uşaqlar, burada 3 dənə 8-də, baxın, 3 dənə 8 də bizə nəyi verir? 2 vur A üstə gələk, 3 vur 24-dür. Çünki 3 vur 8-i. Çünki 3 dənə 8 var. Bərabərdir 32. 2 vur A olduğu kimi qalır. 3 vur 8 neçə eləyir? 24. Yazırıq ki, 2 vur A üstə gəl 24. Çünki 3 dəfə 8 24 eləyir. Bərabərdir 32. Baxın. Aha, baxın bu şəkildə alındı. 2 vur A bərabərdir. 32-dən bizə məlum olan 24-ü çıxırıq. 32-dən 24 çıxırıq. Yazırıq 2 vur A bərabərdir 8. Çünki 32-dən 24 çıxanda 8 qalır. Vuruq, hasil. Məchul vuruğu tapanda hasili məlum vuruğa bölürük. Yəni 8-i 2-yə bölürük. 8-i 2-yə böləndə A bərabərdir 4 eləyir. Cavab, baxaq görək burada nə yazmışam. Cavab D variantı. Dörd ilə M-in hasilini cəm şəkildə necə ilə M-in hasilini cəm şəklində necə yazmaq olar? Yəni bizə 4 ilə M-in hasili deyirsə, 4 vur M nə deməkdir sizcə? 4 vur M, 4M deməkdir. 4M nə deməkdir? Yəni 4 dənə M-in toplaması 1M, üstəgəl 2M, üstəgəl 3M, üstəgəl 4M. Cavab B variantı. Tərəzi tarazlıqdadır. N-in kütləsi neçə qramdır? Bu tapşırıq maraqlı və yəni geniş izah edən istəyən tapşırıq. Deməli, tərəzinin sağ gözündə 1 kiloqramlıq daş var. Bizdən cavabı qramla istəyirsə, deməli biz 1 kiloqramı qrama çeviririk. 1 kiloqram 1000 qramdır. Digər tərəfdə də 5 dənə N var. Yəni 5 dənə eyni ölçüdə hər hansı bir şey var. Biz mini 5-ə bölürük, tapırıq ki, baxın, mini 5-ə bölürəm. Necə böləcəyik? Uşaqlar, baxın, birin içində 5 yoxdur, ona görə onun içində 5 axtarım. Onun içində 5 2 dənədir. 2 dəfə 5 eləyir 10. Bu 10-dan 10-u çıxıram, qalır 0. Və 2 dənə 0 da gəlir bura, olur 200. Deməli, bir daşın kütləsi 200 qramdır. Bayram şənliyində hər xoncaya 8 şəkər bura, 6 paxlava və 3 qoğal qoyuldu. Baxın, bir xoncaya 6 paxlava, 6 şəkər bura, 8 şəkər bura, 6 paxlava, 3 qoğal qoyubsa, əvvəlcə tapırıq ki, cəmi nə qədər şirniyyat qoyulub. 8-dən 6 gəlir, eləyir 14, 14-ün də üstünə 3 gəlir, eləyir 17. Deməli, bir xonçaya nə qədər qoyublar şirniyyat? 17 dənə. İndi deyək ki, 6 xonçaya cəmi nə qədər şirniyyat qoyular? Biz 17-ni, yəni bir xonçaya qoyulan şirniyyatların sayını vururuq 6-ya. 6 dəfə 7, 42, 2 yazırıq 4 yadda. 6 dəfə 1, 6, 4 də yadda 10, 102. Deməli, 6 xoncaya 102 şirniyyat lazım olacaq.
Ədədlər hansı qaydaya əsasən düzülüb? 9, 19, 49. Gəlin görək, hansı məntiqə uyğunluq var? 9-u 2-yə vururuq. Eləyir 18, 18-in üstünə 1, eləyir 19. 19-u 2-yə vururuq. Eləyir 38, 38-in üstünə 1 əlavə eləyəndə 49 alınmır. 9-u 3-ə vururuq, 27. 27-dən 8 çıxırıq, 19. Doğru alınır. Yox, deməli, 19-u 3-ə vururuq. 19-u 3-ə vuranda eləyir 57. 57-dən 8 çıxanda eləyir 49. Cavab belə B variantıdır. Yəni ardıcıllıq 3-ə vurub 8 çıxmaqdır. Eni x, uzunluğu y olan düzbucaqlının sayəsini hesablamaq üçün hansı riyazi ifadə yazılmalıdır? Əlbəttə ki, əgər sahənin düsturunu bilirsinizsə, bilirik ki, düzbucaqlının əgər sahəsini hesablayırıqsa, A vur B yazırıq. Yəni, A vur B onun uzunluğu və enidir. Burada x-i y-ə vururuq. Yəni, cavab B variantıdır. Aha. Verilmiş ifadənin qiyməti hansı ədəddən böyükdür? Əvvəlcə ifadənin qiymətini tapırıq. Mən bura artıq yazmışam. Əvvəlcə vurmanı yerinə yetiririk. Sonra isə toplamanı. Toplamayı da deyəsən. 483-ü 6-ya vuranda 6 dəfə 3, 18, 8 yazırıq. 1-i əlavə edirik onluqların üzərinə. 6 dəfə 8, 48. 1 də əlavə edirik 49. 9 yazırıq 4 yadda. 6 dəfə 4, 24. 4 də yadda 28. 2898. İndi 25-i vururuq 9-a. 9 dəfə 5, 45. 5 yazırıq 4 əlavə edirik onluqların üzərinə. 9 dəfə 2, 18. 4 də əlavə edirik 225. Və hər ikisini toplayırıq, olur 3123. 3123 cavab C variantıdır. Bir dəqiqə. 3123. Cavab. Deməli, burada C variantı olur. Diqqətinizə görə təşəkkür edirəm.